Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə Məhəmməd Füzulinin söz qəzəlini izah eləmək istəyirəm. Gəlin həm oxuyaq, həm baxaq. Əvvəlcə əsəri oxumazdan öncə burada sözlərin mənasına gəlin baxaq. Forma xüsusiyyətlərinə baxaq, sonra şeirin izahına keçək. Hərdən, həmişə, müntəzzəm, daimi deməkdir. Hər ləhzə, hər an, hər dəqiqə, sidq, doğruluq, həqiqət, düzlük, ehya, canlandırmaq, diriltmək, bidar, oyaq, nigari, ənbərin xət, gözəlin gözəl qoxusu, niqab, üz örtüyü, qeyb, göz önündə olmayan gizli, ruxsar, üz, riştə, tel, sap, gövhər, əsrar, sirli, qiymətli daşqaş, izzət, hörmət, xazini, gəncini, əsrar, sirlər xəzinəsinin qoruyucusu, xəzinədarı, qəvvası, bəhri, mərifət, mərifət və bilik dənizinin üzgüçüsü, sədəf tərkibi təndir, yəni tərkibində mirvarı olan sədəf kimidir, lölö-i şəhvar, əla inci, şahanə inci, şahanə də bilirsiniz, şahlara layiq deməkdir. Xar olmaq, alçalmaq, hörmətdən düşmək, üzü qara. Məlumunuz üzrə bu qəzəl ərəb-fars sözlərlə yüklü qəzəldir. Ona görə bu başdan dedim ki, yəni buna əsasən də izahını verə bilək. Əsər lirik növdə yazılıb, vəzni əruz vəznidir. Əruzun rəməl bəhrində yazılıb. 7 beytdən ibarətdir. Şeir vahidi kimi nə götürək? Şeir vahidi beytdir. İkili şəklində yazılıbdır. Müəllif sonunda öz adını çəkir və özünə müraciət edib, özünə xitab edib. Desə də, yəni düzgün fikir, səhv fikir kimi düşür forma xüsusiyyətlərində. O yüzden bunları deyirəm. İndi gəlin biz məzmun xüsusiyyətlərinə baxaq. Bu saydıqlarım onun forma xüsusiyyətləri idi. İndi məzmun xüsusiyyətinə baxaq. Deyir, xəlqə ağzın sirrini hər dəm qılır ishar söz. Bu nə sirdir kim? Olur hər ləhzə yoxdan var söz. İzah. İnsanın sirrini hər kəsə açan sözdür. Yəni, məlum məsələdir ki, hər kəsin özünə ait bir sirri var. Nə qədər ki, ağzını açıb danışmırsan, nə qədər ki, susursan, bu sir sənindir. Elə ki, başladın danışmağa, söz neyinir, söz nəyə qadirdir? Söz sənin sirrini açıb el-aləmlə bir yaymağa qadirdir. İnsan sirrini, insanın sirrini hər kəsə açan da, yayan da sözdür. Və şair sözə bilirsiniz necə baxır? Sözə ilahi bir möcüzə kimi baxır. Yəni bu necə olur ki, deyir, söz necə yaranır, necə əmələ gəlir? Söz yoxdan var olur. O sözün yaranmağı, o sözün ifadə olunmağını bir Allahın möcüzəsi kimi dəyərləndirir şair. Yəni söz yoxdan var olan bir möcüzədir, sirdir. Artıran söz qədrini, sidq ilə qədrini artırar. Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Yəni sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Buna çoxlu misallar çəkəcəm sizə, atalar sözləri. Söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə edər. İnsana onun danışdığı sözə görə qiymət verilir. Bizdə bax, atalar misal var. Deyir, insanı qeyminə görə qarşılayarlar, ağlına görə yola salarlar. Bir insanın, və ya Xaqani Şirvanın çox gözəl bir sözü var. Deyir, ağıl əmr edəni dil bəyan edir. Həmin, yəni misal, aforizm özünü burada doğruldur. Bir insana biz nə vaxt dedik ki, bu insan mərifətlidir, bu insan savadlıdır, bu insan çox dərin düşüncəyə sahibdir və ya çox arif adamdır, çox mədəni insandır. Biz bütün bu insana verdiyimiz qiyməti, dəyəri nəyə görə veririk? Biz onun danışığına görə veririk. Biz bir insan savadlı olmağı necə anlaya bilərik? Onun danışığından. Biz bir insanın yəni mədəni olduğunu nədən bilmiş olaraq, ədəb ərkanlı, əxlaqlı olduğunu nədən bilmiş olaraq? Onun danışdığı sözlərdən, onun qurduğu cümlələrdən.
Bəs ona görə deyir ki, bu beytdə onu deyir ki, hər kəsə dəyər onun danışığına görə verilir. Onun ağzından çıxan sözə görə o insanın qiyməti verilir. Kim ağlı necə buyurursa, belə deyim var ya, ağlı nə buyurur onda danışır. Və buna əsasən sən danışdığın sözlərə görə, dediğin sözlərə görə sənin qiymətin verilir. Əslində düşünsək, nitqimiz, sözümüz bizim qiymətimizdir. Bizim özümüzün özümüzə verdiyimiz qiymətimizdir. O yüzden nə danışdığımıza, necə danışdığımıza diqqət eləməliyik. Füzuli bu qəzəllə elə insanlara bir mesaj vermək istərəsində ki, nə danışdığınıza, necə danışdığınıza, nitqinizə fikir verin, diqqət eləyin. Əslində o danışdığınızla siz öz ölçünüzü, dəyərinizi, qiymətinizi biçmiş olursunuz. Ver sözə ehya ki, tutduqca səni xab əcəl, edə hər sayət səni, ol uyğudan bidar söz. Yəni, sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Bu nə deməkdir? Məsələn, Məhəmməd Əmin Rasulzadə deyib, bir kələ yüksələn bayraq bir daha eğməz, deyilmi? Məhəmməd Əmin Rasulzadə bu dünyadan köçüb, vəfat edib, amma o cümləyə elə canlandırıb ki, o cümlədəki sözlərə elə can verib ki, günü bugün də o bizim şuarımızdır, dilimizdə devizdir və ya Heydər Əliyev, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Məsələn, misal göstərir. Bu cümlədəki sözlərə elə can verib ki, elə canlandırıb ki, Ulu öndərimiz dünyasını dəyişsə belə bu cümlə aktuallığını saxlayır. Hər kəsin dilində şuar deviz olub. Cəlil Məmmədquluzadə, baxın 19-cu əsr, 19-20-ci əsrdə yaşamış adamdır. Şəxsiyyətdir, böyük şəxsiyyətdir. Bir aforizm deyib, ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışan millətim mənim. Cəlil Məmmədquluzadə dünyadan köçüb, amma o sözləri elə canlandırıb ki, günü-bugün o sözlər yaşayır. Sözün yaşamağı budur. 21-ci əsr insanı bu cümləni qurursa, dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan millətim mənim. Bu cümləni biz bugün qururuqsa, demək o cümlə, o sözlər ölməyib. Sözü elə canlandırıb, sözə elə ölümsüzlük bəxş edib ki, o cümlələr ölməyib, o söz ölməyib, günü bugün də işlənir və dillər əzbəridir. Və burada onu deyir ki, sən elə bir söz söylə, elə bir hikmətli fikirlərdir, elə bir dərin mənalı sözlər söylə ki, sən ölüb ketsən belə bu dünyadan köçsən belə, o sözlər səni yaşatsın. O dediyin sözlər səni yaşatsın. Səni ölümsüzləşdirsin. Necə ki, biz bugün 16-cı əsrdə yaşamış Füzulinin, görün, necə əsr keçib üstündən. Hələ də onun şeirini bugün oxuyur, müzakirə ediriksə, müzakirə etmərik təbii ki də. Çünki müzakirə etmək bizim nə həddimizə, onun təhlilini veririksə, izahını veririksə, demək Füzuli ölməyib, yaşayır, mənən yaşayır. Bir nigar-ı ənbərini xətti könülləri almağa, göstərər hər dəm niqab-ı xeyibdən rüzgar söz. Çox gözəl beytdir. Mənalı sözü nəyə bənzədir? Bilirsiniz, qulağımız hər saat mənalı söz, dəyərli söz, yaxşı fikirlər eşitmir də. Çünki qarşımıza keçən hər insan mənalı danışmağı, düzgün danışmağı bacarmır. Ona görə bu mənalı söz eşitməyi bilirsiniz nəyə bənzədir? O vaxt bilirsiniz ki, həmin dövrdə, Füzulinin yaşadığı dövrdə qadınlar niqabda, üzü örtülü hicabda gəzirdilər. Üzlərini naməhrəmlər görə bilməzdi. Necə ki deyir, o hərdən bir bunlara qismət olur da, o nigarın deyir, o niqabı qaldırıb üzünü göstərməyi. Necə ki deyir, hərdən bir deyir, o gözəl ki deyir, o niqabını qaldırır, o gözəl üzünü, simasını göstərir. O insanda deyir, hansı xoş təəssüratı yaradırsa, o deyir, bizə hansı həzzi yaşadırsa, mənalı söz, hərdən bir o eşitdiyimiz o mənalı sözlər də bizə eyni təəssüratı yaşadır. Bizə eyni təəssüratı yaradır. Yəni biz xoş söz, dərin fikir, mənalı söz eşidəndə sanki gözəl görmüş kimi sevinirik. Bu bizi sevindirir, ürəyimiz açılır. Xazini gəncini əsrardır, hər dəm çəkər,
Rişte-i izhare min gövhər əsrar söz. Söz sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər zaman sirli gövhərlərini sapa düzüb aşkar edər. Bu hərfi tərcüməsi idi. İzahı nədir? Baxın, necə ki biz sandıqçada o inciləri, gövhərləri saxlayırıq, nə qədər ki o sandıqdadır, onu heç kim görmür. Biz elə ki o sandığı açırıq, o gövhəri, o inciləri sapa düzürük, sapa düzüb yaxamızdan asırıq, biz onu aşkara çıxarmış oluruq, deyilmi? Eləcə də insan sanki bir xəzinədir, xəzinə. Sirləri də onun gövhəridir. Yəni, elə bil ki, biz bir xəzinədarıq, biz bir xəzinəyik, sirlərimizi bu xəzinədə qoruyub saxlayırıq. Bu xəzinənin də xəzinədarı, xəzinə başçısı sözdür. Yəni bu söz nəyə qadirdir? Bu xəzinədar nəyə qadirdir? Bizim içimizdə saxladığımız o sirləri incini sapa düzüb aşkara çıxaran kimi o sirləri bir-bir açıb aşkara çıxarmaq el arasında cəmaət içində. Yəni sözlə sən öz sirrini saxlaya da bilərsən. Sən öz sirrini elə ki bəzən misal da var, deyir ki biz məsəl üçün deyirəm ki mən dostuma sir verirəm, sonra da o sirri o gedir başqasına deyir və mən bundan inciyirəm ki, yəni mən bunu sənə demişdim, niyə getdin başqasına deyir. Bəs adama deməzlərmi ki, sən o sirri özün özündə saxlaya bilmədin, məndən niyə bunu saxlamağımı istəyirsən? Sən elə bacarırdın, o söz sənin xəzinənin xəzinədarı idi də. Elə eləyərdin ki, o xəzinədara elə sahib çıxardın ki, sənin sirrini açıb sapa düzüb aşkara çıxarmazdı. Sonra olmayan ғəvvası bəhri mərifət arif deyil. Kim? Kim burada ki bağlasıdır. Bu klasik ədəbiyyatda vasıt ümumiyyətlə qədim dövr, orta dövr ədəbiyyatındakı şeirlərdə ki bağlayıcısı, o köhnə versiyası, qədim versiyası kim? Kim burada ki bağlayıcıdır. Olmayan ғəvvası bəhri mərifət arif deyil ki sədəf tərkibi təndir lölöy şəhvar söz. Hərfi tərcüməsi belədir. Mərifət dənizinin üzgüçüsü olmayan bilməz ki, bədənin tərkibi sədəfdirsə, şahanəsi inci sözdür. Bunu nə demək istəyir? Demək, gözəl bənzətmə var. Bədəni nəyə bənzədir? İnsan bədəni sədəfdir. Sədəf bilirsiniz, dənizin, okeanın dibində olur, belə balıq qulağı, rusca rakuşka da deyirlər. Yəni çox vaxt varvarizm kimi işlədirlər deyə elə deyirəm. Sədəf, o sədəfin açırsan qapağını, içərisində mirvari var, inci var. O da çox bahalı olur da, bilirsiniz, qiymətli bir şeydir. İnsanın bədənini bənzədib o sədəfə. Sözləri bənzədib mənalı sözləri, hər sözü yox, mənalı sözləri, dəyərli sözləri bənzədib o sədəfin içərisində yatan mirvariyə, inciyə. İndi deyir ki, baxın, hər insanın hünəri deyil də, okeana, dənizin dibinə baş vursun, o sədəfi oradan çıxarsın, açsın, incini oradan götürsün. Mərifət dənizində deyil, yəni burada demək istəyir ki, hər insanın hünəri deyil ki, o sözlər içərisində ən dəyərli, mənalı, lazımlı sözləri seçsin, dilində desin, ifadə eləsin. Bunu ancaq arif insanlar bacarar. Bu hər yəni gözəl nitq söyləmək hər kəsin işi deyil. Bədən sədəfdir, o gözəl sözlər də, o mirvarilər də, bu sədəfdə yatan incilərdir. Hər kəsin hünəri deyil ki, nitq söyləyərkən o incilərdən istifadə eləsin. O mərifət dənizinə baş vursun. Bunu ancaq arif insanlar eləyə bilər, o mərifət dənizinə. Yəni o sözlərdən ancaq arif insanlar faydalana bilər. Natiqlər, gözəl natiqlər ancaq gözəl nitq söyləyə bilər. Yəni uzun sözün qısası hər kəsin gözəl nitq qabiliyyəti ola bilməz. Bunu ancaq arif insanlar bacarar. Söz seçimində burada, yəni hər kəs söz seçimindən düzgün istifadə eləməyi bacarmır. Bunu ancaq arif insanlar bacarar. Gər çox istər Füzuli dediyi özünə xitab var. Füzuli, İzzətin az et sözü kim çox olmaqdan qılıbdır, çox əziz-i xar söz.
Hərfi tərcüməsi, əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az et. Çünki çox danışmaq çox insanı hörmətdən salır. Əslində bu beytdə sənətkarın qarşısında qoyulan tələb də var. Yəni bir sənətkar necə olmalıdır? Bir şair, ustad necə olmalıdır? Bu misal var ya, az danış, saz danış məsələsi var ki, çalış, az danış, çox danışmaq, yersiz danışmaq. O çox danışan insan deyir, adətən haşiyədən kənara çıxır, mövzudan kənara çıxır. Az danış, amma mənalı danış. Az danış, yadda qalan danış. Və burada çox danışmaq sanki bir növ gəvəzəliyə bənzəyir. Bu gəvəzəlik də, çox danışmaq da insanı hörmətdən salır. Sənətkarın qarşısına qoyulan tələb budur. Yəni söz yaradan sənətkar əslində nə deməkdir ki, elə sözlər seçməlidir ki, həmin sözlər onun qüdrətini artırsın, hörmətdən salmasın. Sənətkarın söylədiyi sözlər elə olmalıdır ki, insanın könlünü ala bilsin. O dedi ki, nigar üzünü açsın, könül alan kimi, bax həmin şeydir. Söz insanın könlünü ala bilsin də, qəlb qırmasın. Sözlə sənət yaratmaq, onu cilalamaq, diriltmək, yeni mənalarla zənginləşdirmək lazımdır. Yəni sənəti bu şəkildə düzgün söz seçimi edərək yaşatmaq lazımdır. Bu qədər. Nə sualınız olsa şərh bölməsinə yazarsınız.